Bir İspaniyalı bir xanım, mən ya eşitmişdim, ya oxumuştum bunu, yadımdan bu çoxdan olub, deyəsən eşitmişdim bu şeyi. Bir neçə illər bundan əvvəl İslam dinini qəbul edib, hicab giyinib, deyirlər ki, soruşurlar hicaba niyə görə gəldin? Deyir, bir müsəlman xanım bizlə oxuyurdu, başı bağlı gəlirdi dərsə. Deyir, niyə görə belə? Deyir, o da mənə uzun danışmadı. Dedi, Allahın əmridir. Falan şey niyə dedi, Allahın əmridir. Deyir, rəfiqəmə baxdım, deyir, nə yaxşı. Bunların dinində Allahın əmri anlayışı var, bizdə yoxdur. Deyir, elə bu əmr ləzzəti məni gətirdi dinə. Heç mən hələ heç bilmirdim hicab yaxşıdır, nədir. Əsas budur ki, əmrə ehtiyacımız var. Deyir, bizim dinimizdən əmri alıblar, əmri çıxardıblar. Bizə deyirlər ki, get, rahat ol. Əslində, rahat olan birik biz. Əmrsiz rahat yaşamaq olmur. Bu yaxında da görmüşdünüz, xristiyan bir keşiş də danışırdı ki, müsəlmanların dininin özəlliyi budur ki, əmr var orada. Əmr həmişə səni yaradanla əlaqədə saxlayır. Sənin ruhuna qida verir. İnsan hicabsız olmaq istəmir, ona görə yox ki, hicabın fəlsəfəsini bilir, deyir, əmrsiz qalmaq istəmirəm. Hicab əmrdir. Qadınlar evdən çıxanda artıq əmirdədir. Kişidən fərqli olaraq onların daha da Allah lütf eləyib onlara. Daha çox lütf eləyib. Yəni, hər an əmri icra eləmək halındadır.